Videonu təcili seyv edirik, çünki baxanda belə ağzımızı sulandıracaq möhtəşəm bir ləzzət. Göyəm döyməci hazırlayırıq. Nəhayət ki, sıra gəldi, çatdı döyməcimizə. Nə qədər ki, sezonu keçməyib, siz də alın, siz də hazırlayın. 1 kilo göyəmi qəşəng-qəşəng doğrayıram. Qeyd edim ki, məndə təmizləyəndən sonra 1 kilo qaldı. Təxminən 1 kilo 200, 1 kilo 300 qram meyvə alsaz, hardasa 1 kilo əldə etmiş olarsınız. Qəşəng-qəşəng doğradıqdan sonra üzərinə bir dəstə reyhan, böyüklüyünə asılı olaraq 1-2 dəstə cəfəri, 5-6 diş sarımsaq, 1 yemək qaşığı duz, 1 yemək qaşığından biraz az şəkər tozu əlavə edirik, yaxşı-yaxşı qarışdırırıq. 2-3 saat gözləyirik, suyunu bol-bol buraxsın. Daha sonra isə bankalara doldurub qapağını örtülü bir şəkildə qazana soyuq su əlavə edib 25 dəqiqə qaynadırıq. Qaynatdıqdan sonra ağzını presləyib sərin bir yerdə saxlayırıq. Hazırlayan hər kəsə indidən nuş olsun. İynəni alırıq əlimizə. Bəzi dili iynəlilər kimi biz də başlayırıq göyəmlərimizi iynələməyə. Göyəmlərimizin hər tərəfini qəşəngcə iynələyirik. Daha sonra isə qazanımıza şəkər tozu əlavə edirik. 1 kiloya 1 kilo 200 qram şəkər tozu əlavə edib, üzərinə 1 stəkan su əlavə edib, daha sonra isə qarışdıraraq bişirib şərbət hazırlayırıq. Şərbət hazırlandıqdan sonra meyvələri içərisinə əlavə edib, hər tərəfini şirəyə batırıb, daha sonra isə qazın altını söndürürük. Meyvələri tam soyuduruq. Soyutduqdan sonra isə təkrar gür odda 15 dəqiqə təxminən bişiririk. Çox qatılaşmamalıdır, çünki zaten qaldıqca qatılaşır. Ona görə 15 dəqiqə qaynatmağımız kifayətdir. Üzərində yaranan kəflərini yığırıq. Soyuduqdan sonra isə pankalara doldurub sərin bir yerdə saxlayırıq. Hazırlayan hər kəsə indidən nuş olsun. Bu kompotları hazırlamağımın üstündən təxminən 2-3 saat vaxt keçib və nə qaynatmamışam, nə də başqa bir şey etməmişəm. Onunla belə rəngin möhtəşəmliyinə baxın. Videoda da gördüyünüz kimi göyəm kompotu hazırlayırıq. Mənim göyəmlərim balacaydı, ona görə də butulkalara 15-20 ədəd əlavə etdim. Daha sonra hər butulkanın üzərinə 1 stəkan şəkər tozu və qaynar su əlavə edib yaxşıca presləyirəm qapağını. Biraz baş aşağı saxlayıram ki, şəkər tozları ərisin və daha sonra isə ədyalın içərisinə bükərək 1-2 gün saxlayıram ta ki soyuyana qədər. Daha sonra isə sərin bir yerdə saxlayacağım. Artıq görürsüz rəngi indidən necə möhtəşəm alınıb. Qoxusu da, dadı da bir o qədər çox gözəl olur. Hazırlayan hər kəsə indidən nuş olsun.